Çok sağ ol söz verdiğin için. Ben Gəncədən gəlmişəm. Bu sanatçılarını iştirak etmişəm. Çok şükür. Her yerde olmuşam. Rusya'da da olmuşam. Bakı'da da olmuşam. Başka yerlerde de olmuşam. Ama bak buradaki qayda kanun, buradaki uslub heç arada görmürəm. Yeməkləri gözəl, şveskidir, gözəldir hamısı birbirine. Daha adamın gözü dalda qalır ki, onlardan yiyəmədim. Ama doyunca yiyirik. Doyunca yiyirik. Otaqlarımız tərtəmiz. Hər şey var. Heç gətirməyimizə dəyməz. Prostinalarımız təmiz, batuşkalarımız hamısı tərtəmiz. Rasaturalarımızda da kadınlar elə qulluq edir bizə. Adam özü tanır ki, buna nağarım, nə buna kadar istəməyirəm ona ki, mən ayıbdır da, bu cür qulluq edirlər. Girəndə də çox təbəssüm görürüm. İnsanda təbəssüm yaxşı şeydir, nə qurban. Təbəssüm eləməsən, qarşısındakine sədəqə verəməzsən. Təbəssüm sədaqədir. Sədaqəni gərək verəsən. Salamat olun, gözəldir. Yeməklər də tərtəmiz. Mən belə təmizlik yenə deyirəm. Mən öyünmürəm, yataşqalanmıram heç vaxt. Heç kimlə də qorxmuram. Bir Allah'tan başqa. Düzgün. Tikənə, ortalığa çıxardana, pişirənə, qoyana, hamısını Allah can sağlığı versin. Minnətdarıq. Bir her il daha mən bura gələcəm. Çünki bu qulluqdan razıyam. Evdə gəlinlərin əlindən qaçmışam. İndi şükür dincəllər. Salamat olun, Allah sizləri saxlasın. Dilim gözəl, Kur'anım gözəl, vətənim gözəl, Azərbaycanım gözəl. Sağ ol.